Bu şəxslərin pensiya və müavinət qaydası dəyişdi. Yeni qərar qüvvəyə mindi. Diqqət, diqqət! Pensiya və işdən çıxarma müavinətləri ilə bağlı çox mühüm dəyişiklik qüvvəyə mindi. Hansı hərbi qulluqçulara 5 aylıq maaş, kimlərə 2 aylıq, kimlərə isə ümumiyyətlə verilməyəcək. Üstəlik, daxili işlər orqanları ilə bağlı sürpriz dəyişiklik edilib. Bütün detalları indi Xəbərdən Xəbərə kanalında açıqlayırıq. Nazirlər Kabinetinin mühüm qərarında dəyişiklik edilib. Manset.az yaydığı məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Dəyişikliklər zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi qulluqçularına, eləcə də ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə şamil olunur. 5 aylıq müavinət kimlərə veriləcək? Sonuncu yaş həddinə çatdığına, xəstəliyinə və ya ştat ixtisarına görə xidmətdən buraxılan hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə 5 aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma müavinəti ödəniləcək. Məhkəmə qərarı ilə buraxılanlar istisnadır. Hərbi xidmətdən başqa əsaslara görə buraxılan şəxslərə 2 aylıq vəzifə və rütbə maaşı veriləcək. Pensiya hüququ olmayanlara yeni qayda. Xidmət müddəti 4 ildən az olanlara 1 aylıq maaşın 50%, 4 il və daha çox xidmət edənlərə 1 aylıq maaş plus hər il üçün əlavə 20%, amma ümumi məbləğ 2 aylıq maaşı keçməyəcək. İşdən çıxarma müavinəti sonuncu vəzifə və rütbə maaşı əsasında hesablanacaq. Xidmətdə fasilələr varsa, yalnız son xidmət müddəti nəzərə alınacaq. Ən diqqət çəkən məqam isə budur. Əvvəllər bu qaydalar daxili işlər orqanlarına da şamil edilirdi. Yeni qərarla daxili işlər ifadəsi maddələrdən çıxarılıb. Sizcə bu dəyişikliklər ədalətlidirmi? Bu qərar kimlərə real fayda verəcək, kimləri narazı salacaq? Fikrinizi şərhlərdə yazın. Videonu bəyənin, Xəbərdən Xəbərə kanalına abunə olun ki, ən son rəsmi qərarlardan ilk siz xəbərdar olasınız.